Salam aleykum dəyərli dostlar. Baxmayaraq ki, havalar sərin keçir. Qarşıda inşallah yay gəlir, isti havalar gəlir. Bu səbəblə sizə bir gözəl isti havalar üçün bəy ətri, bir gözəl xanım ətri tövsiyə edəcəm. Bəy ətri Leopard Kenzadır. 99-cu ildə işıq üzü görüb bu ətir. Parfümeri müəllifi Olivier Cresp'dir. Ətrin fəlsəfəsi su, təbiət, dəniz, fresh, təbiətin təmizliyidir. Qısacası yuzu meyvəsinin notları əlavə olunub, lotus gülü əlavə olunub və nanə və s. və bunlar bu ətri daha da gözəlləşdirir. Ətir fresh ətirdir, gözəl ətirdir. Məsləhət görərdim bu ətri. Xanım ətirlərindən isə Laura ətrin məsləhət görərdim. 94-cü ildə işıq üzü görüb ətir. Ətrin müəllifi parfümeri Anne Filippo'dur. Ətir gül qrupuna aiddir. Ətrin xüsusiyyətlərini demək olar ki, zəriflik, incəlik, yaşıl, meyvəli, gül notlu bir ətirdir. Ən çox hiss olunan notlar şaftalıdır, qarpızdır və freziya gülü və s.dir. Özünüzü gözəl hiss etməyinizə səbəb olacaq ətirlər istifadə edin və həyatınızı gözəlləşdirin.